uşaq yıxılacaq. Ay aman, uşaq yıxıldı. Və belə dedikcə də uşaqlar yıxılır, uşaqlar yanır və uşaqlar yıxılmağı öyrənmir. Halbuki uşaq kiçik yaşdan yıxılmağı da öyrənməlidir. Hətta bir dəfə yanmaqla yanmağın da, yəni ocağın, odun istiliyini də bilməlidir. Uşaqlarım doğulanda mən Kirələrdə yaşayırdım. Elə bir həyət var idi ki, orada təsəvvür edin ki, asfaltda bütün dağılıb, belə kələk kötür. Orada uşaq pis yıxılsa, nə bilim, necə böyük zədə ala bilərdi. Amma mən qoyurdum yerə və deyirdim ki, uşaq yıxılmalıdır. Amma elə yer var idi ki, orada o cür, o qədər qara qışqırıq, güya ki, uşağı sevmək o demək deyil, onu yıxılmaqdan qorumaq. Uşağa həyata hazırlamalısan, uşağa içində güvən verməlisən. O xarici görüntülərlə uşaq böyümür və nəticədə də həyatı boyu bax bu cür qorxa-qorxa, özgüvənsiz bir varlıq kimi yaşayırlar və nəticədə nə bu ölkədə, nə kənar yerdə həyata adaptasiya ola bilmirlər. Həyat zordur, həyat pəmbə buludlar deyil. Ailə institutunun sarsılmasının səbəblərindən biri budur da. Yəni ki, zorluğa dayana bilməyən bir uşaqlar yetişdirirsiniz və 2015-ci ildə mən məktəbdə deyirdim ki, qızlar oğlan kimi, oğlanlar qız kimi böyüdülür çoxu. İstisnalar var, amma istisnalar həmişə kimi ümumi qaydanı kənara qoymur. Yəni, ümumi qayda belədir ki, ölkədə çoxu dibçək, gülləri kimi oğullar və qızlar yetişdirilibdir. Bəziləri özləri zorluq görübdir, uşaqlarının zorluğa düşməsini istəməyiblər. Onlara elə bir bacarıq verməyiblər ki, sonra daha da zorlaşan həyata özlərini hazırlıqlı bilsinlər və yıxılanda qalxmağı bilsinlər. Mənim həmişə dediyim budur, problemsiz həyat yoxdur, amma problemlər tez düzələndən olsun, yıxılanda da çox ağır zədə almayasan və o yıxılmalar uşaqlıqdakı o özgüvən verilən sonraki həyatda da uşaqlara kömək edir. Yəni, mən uşaqlarımı yıxılmaqdan qorumamışam və mən həmişə uşaqlarım yanında da ola bilmərəm. Ona görə də onlar elə olmalıdırlar ki, həyatda tək başına, çünki hər kəsin yolu ayrıdır və öz yollarını özləri gedə bilsinlər. Yəni, özlərinə arxain olsunlar. Bilsinlər ki, yıxılanda kimsə qaça-qaça gəlib onları durğuzmayacaq. Bax, bu cür psixologiya ilə böyüyən uşaqlar daima sarmaşası bir insan və yaxud da xilaskar axtarır. Hələ üstəgəl kimsə onlara öz güvən nəsə aşılayanda da əksinə onun qədrini də bilmirlər.